Son illər Azərbaycanda dərman bazarında problemlər artmaqdadır. Əhali arasında həkim göstərişi olmadan dərman qəbulu, özbaşına müalicə və qeyri-peşəkar məsləhətlərlə dərman alışı kimi hallar geniş yayılıb. Sosial şəbəkələrdə, xüsusilə TikTok kimi platformalarda bəzi əczaçıların və ya qeyri-ixtisaslı şəxslərin canlı yayımlarda vətəndaşlara dərman tövsiyə etməsi, reseptsiz satışı təşviq etməsi narahatlıq doğurur. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, cari ilin 10 ayı ərzində aparılan monitorinqlər nəticəsində 50 aptekdə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb. Bu fakt bir daha göstərir ki, reseptsiz dərman satışı ilə bağlı nəzarət mexanizmlərinə baxmayaraq, hələ də qaydaların pozulması halları davam edir. Ümumiyyətlə, nəinki xaricdən onlayn dərman sifarişi, hətta ölkə daxili də onlayn dərman sifariş etmək mümkündür. Onlayn dərman satışında resept əsasında təyin edilən dərmanlardan başqa digərlərini reseptsiz olaraq ünvanlara göndərirlər. Bugün Azərbaycanda apteklərin sayı normadan çoxdur. Bunun bir çox səbəbi var. Təəssüf ki, Azərbaycanda geniş miqyasda dərman biznesinə kommersiya baxışı ilə yanaşılır. Müəyyən dərəcədə bu lazımdır, amma apteklərin insan sağlamlığında, cəmiyyətin maariflənməsində nə qədər önəmli rol oynadığını gərək başa düşək. Yəni, hər şeyə pul qazanmaq baxımından yanaşmaq düzgün deyil. Əvvəlcə insanların sağlamlığını qorumaq lazımdır. Keyfiyyətli dərman və qida vasitələri gətirmək vacibdir. Keyfiyyətsiz məhsullar ölkəyə buraxılmamalıdır, yaxud da o biznesin özündə də bir halallıq olmalıdır. Bakı Ağır Klinikasının baş həkimi Zülfüqar Yusifov bildirib ki, bu problem uzun müddətdir var, son zamanlar isə daha da artıb. Onun sözlərinə görə xüsusilə internet resurslarında axtarış imkanları genişləndikdən sonra bu problem daha da geniş vüsət alıb. Və baş həkim çox maraqlı bir məqama toxunub dəyərli izləyicilər. O bildirir ki, sosial mediada həkim olanların və həkim olmayanların təqdim etdiyi informasiyalarda insanları yanlış yönəldir, əslində çaşdırır. Hazırda daha bir resurs ortaya çıxıb, insanlar bundan daha çox istifadə edir. Söhbət ChatGPT-dən gedir və bunun da istifadəsi genişlənib insanlar arasında. Bu da başqa bir problemin mövzusudur və İnsanlar həkimə getmədən, zaman sərf etmədən öz problemlərini rahat həll edə biləcəklərini düşünürlər. Həkim deyir ki, bu olduqca səhv yanaşmadır. Dərman təyinatı olduqca ciddi məsələdir. Hər bir dərman vasitəsinin olduqca ciddi təsirləri var. Patologiyaya düzgün diaqnozun qoyulması önəmlidir. Dərman təyinatı zamanı orqanizmdə olan müxtəlif problemlər məlum olmalıdır. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin hüquq şöbəsinin müdiri Tamam Həsənova bu yaxınlarda mətbuata verdiyi açıqlamasında isə bildirib ki, aptek təşkilatlarına münasibətdə dərman vasitələri ilə təminat əczaçılıq şirkətləri tərəfindən həyata keçirilir. Onun sözlərinə görə dərman vasitələri dövlət qeydiyyatına alındıqdan sonra idxalı və satışı sərbəstdir. Qeyd edək ki, reklam haqqında qanuna əsasən açıq məkanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına icazə verilir və qanunvericilik həmin reklamların məzmunu ilə bağlı tələbləri müəyyən edib.